Mən Nərmin ağası, sözün ağası, siftə çıxartmağının ustası. Necə arıqlamısan? Necə də gözəlsən? Çəki itirmək indi bir gözəlliyə dönüb. Mən sənə pul verim, Viagra içim filan. Bu məsələlər yox. O elə bil ki, ətimi tökdü deyir. Nərmin Ət belə də tökdü. ətim töküldü. Ay Leyla xanım, sən dil otu yemirsən? Dilotu yemək burada yaxşıdır. Bakımız megapolis həyat tərzi olan bir şəhərdir və burada çox toksinlər var. Pəs age, anti-age məsələlərini bir-bir biz sadalayaq. Nə qədər Hashimoto xəstəliyi çoxalıb. Oo. Autoimmün xəstəliklər. Statistika belə söyləyir. O, açan kimi Murad Arifin şəkili çıxdı. Əksinə cavanlaşır. O da bir möcüzədir də. Günbəgün gözümüzün önündə anti-age baş verir, cavanlaşır. Sizcə səbəb nədir? Məni götürərsən pasiyent kimi. Sən demə biz 150 il yaşaya bilərikmiş. Sən istərdin 150 yaş yaşa. İstəyərdim. Yazır, eləyir, alışır. Sonra özü ilə mübarizədə də qalib çıxa bilmədi. Hətta bununla əlaqəli over anti-age həyata keçirir. Bu nədir? Yumurtalıqların cavanlaşması. Bu gələcəkdə bizə nə verir? Artıq yaşı üstlərdə olan qadınların ana olmaq ehtimalını reallaşdırır. Dünyada bir hörmət qazanan mövzuya gəlib çatacağıq. Gerontologiya. Anti-age, longevity və axırı sevgi hormonları aktiv olmalıdır. Bu dopamin, serotonin, vazopresin, oksitosin, feniletilamin. Biz öz bədənimizi, öz ruhumuzu kişilərə yönəlməliyik. Çünki Tanrı bizi belə yaradı. Passajda da pas vururam da. Baxıram mənə deyir ki, Nərmin ağası yaxşı pas verir. Bizə pas verəndə biz də gedirik qabağa. Mən Nərmin ağası, sözün ağası, siftə çıxartmağının ustasıyam. Hər zaman yeni otellər, yeni bir mağazalar, yeni bir butiklar, başqa bir təşkilatlar açılanda məni dəvət edirlər və bu gün Cəvidan müəllimin, bizim dostumuzun, bizim videoqrafımızın yeni bir studiyasının açılışıdır. İlk günüdür. Biz də bunun siftəsini çıxardırıq. Studiya öz qəhrəmanlarını tapsın. Gəlin, oturun, danışın. Leyla xanımı birinci dəfə mən bura dəvət eləmişəm. Amma Leyla xanımla 10 illərdən çox mən tanıyıram. Amma ilk dəfə söhbətimizi sırf Azərbaycan dilində davam edək. Leyla xanım, çox sağ olun ki, sən mənim dəvətimi qəbul etdin və sən kimi insanla ünsiyyətdə olanda çox belə bir zövq alıram mən. Hətta bir gün olur ki, heç pozğun bir mənim belə bir əhval-ruhiyyəm olur. Nə lazımdır, bir də Leyla xanım bir də zəng vurar. Dəstəyə götürəndə, alo deyəndə mən o tərəfdən eşidirəm ki, günəş çıxdı. Ona görə də Leyla xanım, səninlə ünsiyyətdə olmaq çox böyük bir xoşbəxtlikdir. Əzizim, nə qədər gözəl, çox gözəl cümlələr, vacib cümlələr dedi. Demək ki, bu çox önəmlidir. Mən də eyni məsələləri hiss edirəm sizin haqqınızda. Həm o bəzən sosial şəbəkədə görəndə belə o əhval-ruhiyyəniz, yəni bayram insansınız doğrudan da. Əhval-ruhiyyədə həm gözəlliyiniz, həm əhval-ruhiyyəniz, həm hər tərəfli. Və belə insanlar azdır sözün əsl mənasında və bizim emosional bağlılığımız, energetik olaraq bir-birimizi tamamlamağımız ondan xəbər verir ki, biz hələ ruhən cavanıq. Düzdür, düzdür. Amma qadınlar bir-birini görəndə indi ən böyük kompliment nə sayılır? Sən nə arıqlamırsan? Necə arıqlamırsan? Necə də gözəlsən? Arıqlamaq, çəki itirmək indi bir gözəlliyə dönüb. Trenddir. Hətta Leyla xanım bunun kraliçasıdır da. Ona görə də bu kitablar bestseller olub bütün sərgilərdə. Sosial, ictimai cəmiyyətdə mən bu kitabları görürəm. Hətta iki tərəflidir. Leyla xanım özü kimi dayanmadan bu çalışır, kitablar yazılır, dayanmadan. Mən Leyla xanımı da görəndə deyirəm ki, ay Leyla xanım, sən dil otu yemirsən. Dil otu yemişəm, niyə? Çünki çox maddələr yeyirəm. Çox düzgün element, vitamin, mikroelement qəbul edirəm ki, bəli, danışmaq energiyası da olur.
Çox doğru dediniz. Yəni danışmaq özü də bir həm mədəniyyətdir, həm də danışmağa da çox böyük kalori xərclənir. Yəni bir insanın əgər iş fəaliyyətində danışmaq varsa, elə sizi də götürək. Onu de. Biz energiya ötürürük çox insanlara, amma bəzən necə olur? Biz özümüzün istirahətə ehtiyacımız var. Özümüzə çəkiləndə baxırıq ki, çox sakitlik istəyirik, ümumiyyətlə danışmaq istəmirik ki, bir özümüzü yeniləyə bilək. Daxili həm hüceyrələrimizi, həm neyrohumoral istiqamətdə və ona görə də bizim Bakımızda toksinlər çox olan, yəni bilirik də biz Bakımız megapolis həyat tərzi olan bir şəhərdir və burada çox toksinlər var. Və əgər o toksinlər bəzən münasibətə də dönüşür. Yəni münasibətlərdə də toksik münasibətlər var. Rəfiqə axtarırsan, o qədər sizə uyğun, düzgün. Məsələn bizim aramızda yaş fərqi də olsa düşünürəm, amma biz həmişə sanki çox rahat sən münasibətində ola biləcək və Əlbəttə. çox rahat o ən dərin sirləri belə bir-birinə bölüşə biləcək insanlarıq. Bu da ruhun cavanlığından xəbər verir dediyim kimi və ona görə də dilofta yemək burada yaxşıdır. Biz indi Pasaj jurnalını çevirdik Past Age. Biz yaşımıza qalib gəlirik. Özümü qocaman bir redaktor hiss edirəm. Ki elədir. Amma bilsən necə, Past Age, anti-age məsələlərinə toxunmaq lazım olsa da, ancaq peşəkarla, sən kimi istedadlı peşəkarla mən istərdim bu mövzuları qaldıraq bir-bir. Çünki mövzular çoxdur və Past Age, anti-age məsələlərini bir-bir biz sadalayaq. Masaya oturaq bir-bir, tamamilə doğru. Bir ardıcılıq olacaq. Çünki bu çox önəmli bir şeydir. Bunları bir qazana töküb qaynatmayaq da. Bəli. Birinci pilləyə sən hansı problemi qoyursan anti-age məsələlərində? Çox gözəl. Bax, peşəkar jurnalistdən peşəkar sal buna deyərəm. Çünki bu saat anti-age bir eşidib trend halında görənlər var. Cümlənin belə tam mahiyyətinə bəlkə də varmadan hamı gözəlləşmək istəyir. Müxtəlif estetik prosedurlar, botokslar, botulotoksinlər. Tamam, biz indi yeni gətirmişik IV terapiyalar, yəni sistemlə plastik cərrahiyyə falan o qədər. Yəni çox qarışıq, doğrudan dediyimiz kimi qazanda qarışdırıblar hər bir məsələni. Amma burada doğru sualı çox bəyəndim ki, yəni birinci nəyi qoyardım? Az öncə elə o qədər içim çox ağrılıdır məhz bu məsələdən ki, adını az öncə də çəkdim, toksinlər. Yəni bu saat tək Bakıda deyil, bütün paytaxt şəhərlər, yəni megapolis həyat tərzi yaşayan hər cəmiyyətdə artıq bu var. Yəni qlobus artıq bundan doyub. Toksinlər o qədər hər yerdədir ki, bu tək qidada deyil. Yəni insanlar, indi mən dietoloqam, bütün gün qidadan danışmıram. Artıq deyirəm ki, bilirsiniz, qidanı danışdıq, gündəmə gətirdik, artıq qidamızı düzəldə bilirik. Bəs niyə problem tam həllini tapmayıb? Çünki baxın, artıq qlamur həyata keçid edəndən sonra hər kəs çox qəşəng olmaq üçün çox süni sintetik məhsullardan istifadə edirlər. Doğrudur. Elə estetik əməliyyatlar, toksinlərlə bir sıra müdaxilələr və məsəl üçün kosmetikaların çoxsunun içərisində olan ksenoestrogenlər, yəni estrogenin sintetik forması ksenoestrogenlərdir. Bütün bu parfümlər, antiperspirantlar, kosmetik vasitələrin hamısından tutmuş saç boyayırıq və artıq daha dərinə gediblər. Mən o qədər həmişə onun tərəfdarı olmamışam. Hətta belə başlıqda müsahibələrim də çıxmışdı ki, saç qaynağı, kiprik qaynağı, bunlar hamısı sizin autoimmun xəstəliklərinizə bir dəvətnamədir. Eliminasiya. Bəli. Hələ illər öncə mən bunu yazmışdım. Bir bəlkə 5-7-8 ilə yaxın çıxmışdı o müsahibələr, məqalədilər. Deyirlər nə əlaqəsi var doktor? Yəni insanlar başa düşmürdü. Deyim necə yəni? Yəni hamısı kimyəvi məhsuldur. Düşünün, biz indi plastik qablarda içdiyimiz sulardan qorxuruqsa ki, onların tərkibində ksenoestrogenlər var, sintetik, yəni ki, plastik qablar bütün sintetik məhsullardır da. Bütün bu əgər tək sudan biz qorxuruqsa ki, o plastik qabla təmasdadır. Amma bizim digər yana bax, acı istifadə etdiyimiz kartlar, plastik kartlar, bank kartları və s. hamısında və hələ bir də dərimizlə birbaşa təmas edən hansısa kleylə kiprik qoyuldu, laminasiyalar oldu, saç qaynaqlar, daha dərinə gedib bədəndə implantlar yerləşdirirlər. İndi çox dərinə gedəndə bəzən bir çox insanlar deyir ki, bunun elmi sübutu yoxdur. Amma tamam, gəlin biz praktik həkimi gündə işlədiyim pasientlərlə görürəm. Nə qədər Hashimoto xəstəliyi çoxalıb. Autoimmun xəstəliklər.
bir steroid. Və heç də təsadüfi deyil ki, salonda çalışan xanımların çoxusu, bu gözəllik mütəxəssisləri, çoxsunda %80%-ində Hashimoto xəstəliyi çox vüsət alıb. Statistika belə söyləyir. Bəli, bəli, çoxdur və bu xanımlar bir tərəfdən sintetik məhsulları bədəninə daxil edir, çox təmasdadılar. Hələ digər mərhələyə gedim. Axı biz evimizdə də kimya məhsulları işlədirik. Artıq 20 il öncənin təmizlik məhsullarından indikilər bir deyil. Çox perfeksionistlik, hamı hər yeri çox ağır istəyir, bəyaz istəyir. Burada xlor tərkibli, bütün ağır metal tərkibli toksinlər olan ağardıcı, düzəldici, təmizləyici nə qədər nələr var, nələr. Və bunlar bir toksin yükü kimi təbii ki qanımıza keçir. Üçüncü məsələni deyim. Havada uçuşan asıcı maddələr. Ki bu hələ əlaqələrindən biraz neft şəhəriyi, maşınların çöldə nə qədər trafiklə və axır zamanların havası. Hiss edirsiniz Nərmin xanım? Dolu oldu, yağış oldu, külək, hər şey bir-birinə qaçışdı. Sözünüzdə çox səfərlər edən başqa ölkələrə gedirsiniz. Hiss edirsiniz daxili tələbat sanki var. Biz harda oksigen çoxdur, o ölkəyə səfər etmək Əlbəttə istəyirik. ki. Məni İsveçrə özünə cəlb edir. Niyə? Oksigen faizi çoxdur da. Əlbəttə ki. Bəli, Suriyə, bəli. Və bunlar ona görə də bəzən bu şəhər sakinləri artıq biz axın eləməyə başlamışıq rayonlarımıza, yaşıllığa, xlorofili bizə ötürən maddələrə. Əlbəttə Çünki ki. bunlar təbii detoksu verir bizə. Bir də baxağın, siz dediniz anti-age-də nəyə önə qoyarsınız? Təbii biz detoksu orqanizmamızda təmin etmək üçün prosedurlar silsiləsi var. Qaraciyərin illərlə yüklənən toksin yükünü boşaltmaq lazımdır. Buna drenaj deyirik və bütün xroniki xəstəliklərin altında toksin var. Və hətta deyirəm ki, məsələn, həmişə insanları buna çağırış edirəm ki, kilodan azad olmaq istəyirsiniz, bəs toksinləri niyə düşünmürsünüz? Axı bilsək ki, hər toksinlər lipofilikdir. Yəni yağı sevən maddələrdir. Əgər bədənimizdə çox yağ varsa, düşünün 1 kilo yağ varsa, 1 kiloda toksin var. 2 kilo yağ varsa 2 kilo toksin var. Və üçüncü təhlükəli hissəni istəyirəm xatırladım. Hormon metabolitləri. Nə vacib məsələdir bu. Və bizim Azərbaycanda xanımların, siz də araşdırmacı jurnalistsiniz, insanlarla çox sosialsınız, təmasdasınız. Bax nə baş verir? 40-45 yaş üstü öd əməliyyatı, öd götürülüb. Buna səbəb nə idi? Çünki öd və qaraciyər çox ciddi filtrasiya orqanıdır. Əslində orada öd gastroenteroloji problemdən daha çox detoks məhsulunun atıntıları atılmadığı üçün birinci qaraciyəri zədələdi, ödü zədələdi, masum orqan həmən sıradan çıxdı. Əgər vaxtında bu siqnalı görməsəniz, Hashimoto, tiroid paneli başlayır, nödüllər, kistalar başlayır, daha dərinə gedir, uşaqlıq, mioma, fibroma, kistalar. Bunlar hamısı estrogen dominantlığının bir səbəbidir. Buna da səbəb bu hormonun təhlükəli metabolitləridir. Və təəssüflər olsun ki, hələ də məsəl üçün ölkəmizdə metabolitlərin analizini təyin edəcəyimiz bir yöntəmimiz yoxdur. Amma biz inkişaf edirik. Amma biz inkişaf edirik harda gözəlliyi olmaq üçün və estetik müdaxilələr üçün. Elə biz başa düşsək ki, birinci drenaj edib, baxın, orqanizmamızda elə bilin ki, bir krant açılıb, belə deyim də, belə vəziyyətdə. Oradan hər gün toksin axır, hər gün, inandırım sizi. Və o toksinin qarşısını biz kəsməsək, o krantı bağlamadan, amma qarşısını alırıq. O toksinlər getmək üçün ya ginekoloji əməliyyat hardasa, ya endokrinoloji əməliyyat hardasa, ya öd kisəsi götürülür. Əslində bu son nəticənin təzahürünü əməliyyatla kəsdiyi aradan götürdük. Amma səbəbi götürmürük. Zəhərlərin köküdür. Kökü. Ona görə də anti-age əslində xəstəliyi deyil, xəstəni müalicə eləməkdir. Yəni gəlib bir insan arıqlamaq üçün, elə ki problemi doktor arıqlamaqdır. Mən onun kökəlməsinə səbəb olan momentləri tapmağa çalışıram ki, kitabımın da adı ona görə idi. Köklüyün sirri arıqlığın açarı. Digər isə siz gözəl dediniz, rus dilindən Sekret ожирения, ключ к похудению və burada çox məqalələr. Həm rus dilindən açan kimi Murad Arifin şəkili çıxdı. Murad Arif bizim reklamımızdır da. Doğrudan. Əlbəttə ki, vaxtında çox böyük bir reklam getdi ki, Murad Arif əslində həqiqəti göstərə bildi. Yəni mesaj oldu əlbəttə, o ki, necə qədər də göstərir, müqayisə edir, keçmiş, before, after necə göstərir. Gözəl arıqlaya bilir. Əlbəttə və ki. onun 12 il keçib Nərminə xanım. 2014-cü ildə 2 aya, daha doğrusu 3 aya biz 25 kilo arıqladıq və ondan sonra həmişə Murad özü deyir, sənətə gəldi oxumağa, artist olma yolunu aça bildi. Çünki həmişə deyirdi ki, mənim vizual görünüşümdən narazıyam, köklüyüm mənə mane olur və düşünün 12 il keçib bu insan kilosunu geri qaytarmır, əksinə cavanlaşır. O da bir möcüzədir də. Günbəgün gözümüzün önündə anti-age baş verir, cavanlaşır. Sizcə səbəb nədir?
Çünki doğru arıqlamışıq. Düzgün Biz proqram. hüceyrələrin yenilənməsini təmin etmişik və orada yağ toxumasını parçalayıb əzələ dəstəyi vermişik. Və Murad hər ildə bir dəfə təmasdayıq, iş mübadiləsindəyik, suplement dəstəyini, analizlərini verir, mənə yollayır. Gələ bilməsə bəzən biz bunu onlayn edirik. Məni götürərsən pasiyent kimi. Canım mənim, sevərək. Əslində biz bir dəfə bu yola başlamışdıq. Bəli, Ya, nəsə necə atmışdım da, xatırlayırsınız? tənbəllik elədim. Necə xə? Amma ilk suplementləri içməyə başladınız, diyeta hissəsinə keçə 10 ildən bilmədiniz. çox idi. Amma yaxşılanma oldu da orada. Amma indi nəsə lazımdır. Çünki Mütləq bu biz sual başlayacaq. qalır havada. Məndən hamı soruşur, sən nə üçün belə gözəlsən? Necə sən özünü saxlayırsan? Necə bu təbiəti qoruyursan? Gözəllik bu Tanrının baxışı. Əslində bəxş etdiyidir. Bəxş Sizdə etdir. daxili gözəlliyiniz də var Rüzə. Doğrudan o enerjidir də mən deyirəm. Yəni bir də ki təbiilik, axı mən bilirəm siz o qədər, yəni bu estetik mövzuların içində olan adam olaraq, yəni sizi hamı tanıyır. Nə qədər həkimlər dəvət edir, gəlin hətta pulsuz reklam xətti prosedurlar siz hamısına getmirsiniz. Mən onu da bilirəm. Çünki siz bilirsiniz ki, onlar toksində. O bir tərəfə xeyirsə, digər tərəfə ziyandır. Amma biz bunun təbii, doğru yöntəmi ilə mən sizə IV terapiyaları təklif edirəm. Mütləq gəlməlisiniz. Biz çünki hüceyrənin metafaja prosesini başlamalıyıq. Hüceyrə yenilənməsi və bunun bir analizi var. Axır ki ölkəmiz, yəni bunun analizi olmalıdır. Oksidativ stres. Bu nədir? Mən əslində insanlara hamını buna dəvət edirəm. Baxın, birinci oradan başlamalıdır. Necə orqanizm üçün ən önəmli analizlər toplumu? Qlukoza, insulin yoxlamalısınız. Çünki çox böyük əhalidə insulin dirənci var. Tiroid panelinin analizi, TSH və Hashimoto hissəsi də var ki, orada digər 5 hormonu yoxlamalıyıq. Dəmir, ferritin, anemiyadan hamı əziyyət çəkir. Əlbəttə ki. Niyə bu belədir? Və anemiyadan əziyyət çəkən orqanizmlər hamısı oksigenə acdır. Toxumalara oksigen daşınmır. Bütün bunlar görürsünüz bir-birinə əlaqəlidir. Və belə bir orqanizm xroniki xəstəlikləri çox rahat dəvətnamə verir. Artıq orqanizm bir xroniki xəstəliyi tapır və orqanizm hüceyrə səviyyəsində qocalmağa başlayır. Artıq qocalmamız sürətlə davam edir. Əlbəttə ki. Ona görə də biz biraz köhnə nəsil olan insanlar kimi daha cavan qalırıq. Analoji bənzətməni görə bilərsiniz. Nəinki 30 yaşında bir xanım gəlir, təəccüb doğururam. Artıq qocalıb, bazal metabolizması sürətli deyil, böyük rəqəmləri göstərir. Biz ona bioloji yaş rəqəmi deyirik. Nəyə görə? Çox vaxtından qabaq estetik müdaxilələr etdi. Çünki onlar hamısı toksin idi. Zaten biz toksini hər yerdən axı alırıq. Bir də bunu müdaxilə etməyək də. Amma bunun təbii yöntəmi var ki, mən bunun adını daxildən kosmetologiya belə deyirəm çox rahat ki, o vacib orqanizma doğma tərkiblərdir. Bizim orqanizmamızda amin turşular zənciri olmalıdır ki, əzələ toxumasını təmin etsin. Burada 23 amin turşusudur. Bunun 8-i əvəz olunmayan amin turşusudur. Biz bunu qidalarımızdan mütləq almalıyıq. Amma təəssüf ki, təbiət özü qidalara çatdıra bilmir o maddələri. Artıq defisitlər var. Yəni torpaqda belə defisit var ki, aldığımız tərəvəzdə, meyvədə yoxdur. Ona görə biz bunu dəstək olaraq almalıyıq. Dəstək də suplementlərdir. Biz dediyim kimi daha böyük dozada artıq sistemlə ki, buna IV terapiya edirik. Onu edirik. Yəni artıq hər pasiyentə belə o qədər individual yanaşmalıyıq ki, ona görə deyirəm ki, xəstəliyi deyil xəstəni. Gəlib arıqlamaq istəyidir. Cəmi 5 kilo, nə bilim 10 kilo arıqlamaq istəyir. Dərinə gedəndə onda tapırıq xroniki xəstəliklər, anemiya, Hashimoto, digər autoimmun xəstəlik və s. və bunu müalicə edib arıqladanda ki, doğru arıqlama baş verdisə, o gözəl görsənəcək. Bir dənə belə bir tapmaca var. Açıqlamasını sən tapsan, sənə 5 qoyaram bir müəllim kimi. Nəyi insanlar bir yerdə edirlər? Nəyi insanlar bir yerdə edirlər? Toplum olaraq, məsələn, 2 insan bir yerdədir. 2, 5, Söhbət? 15 milyon Söhbət edir, qeybət edir. qocalırlar. Qocalırlar, insanlar bir yerdə qocalırlar. Hər an. Hər an. Əslində bir yerdə qocalmaq yaxşıdır, yox? Bir yerdə demək tərəf qravitasiyadan başqa sən demişkən dahildən biz qocalırıq. Bu qocallığının qarşısını almaq necə? Necə? Telomerlərimiz var. Çox gözəl sualdır. Növbəti, perfekt, professional jurnalistdən gələn sual. İstəyirdim bu haqda danışım, belə gözəl pas verdiniz, qol vurmalıyam demək. Telomerlər. Passajdır da, pas vururam da. Baxıram mənə deyir ki, Nərmin ağası yaxşı pas verir. Bizə pas verəndə biz də gedirik qabağa. Telomerlər nədir? Telomerlərimiz qısaldıqca biz qocalırıq.
Dünyada bu praktika var. Telomerin qısalmasını dayandıran prosedurlar var ki buna biz başlamışıq. Longevity terapiya. Yəni anti-age qocalmanı saxlamaq, longevity ömrü uzatmaq. Longevity. Longevity, bəli. Amma bu o qədər doğrudan populyar oldu ki, insanlar istəyir, hər kəs yaşamaq istəyir. 100 plus yaşamaq istəyənlər var. Nə gözəl. Əlbəttə də. Və ciddi araşdırmalar gedib dünyada. Əslində insan övladının xromosomu bunu icazə verir. Sən demə biz 150 il yaşaya bilərikmiş. Əzizim. Nə gör. Demək ki özümüz səbəbkarıq. Biz onu Sən istərdin 150 yaş yaşa. istəyərdim. Şeir. Ta 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 ta. Шейх. Та-та-та-та-та-та-та. Песня Полад Бельбелёглы не случайно пришла мне в голову. Там был шейх, который говорил и подразумевал тряску. А я говорю шейр, потому что сегодня мы с этим красивым единорогом встретились в этом танце. Почему я танцую? Потому что я чувствую легкость. Я чувствую себя возвышенной, потому что я что сделала? Я уже определенное время сижу на уникальном продукте, который называется шейр. Шейр действительно уникальный продукт. И его символом является этот красивый единорог. Тоже мифическое, мистическое, где-то феерическое существо, которое буквально уникально по своему созданию. Точно так же уникальным является этот продукт. Вся же жизнь наша связана с кишечником. То есть, если у тебя свободный и легкий кишечник, у тебя также и очищаются мысли. Компания Fermenta Lab основывается на официальных сертификатах, созданной нашей компанией Actia и также со швейцарской стороны полностью сертифицированный продукт, который представляет собой настоящий продукт. Это не БАДы, это не пищевые добавки, это сам настоящий продукт, который можно сорвать с дерева, но никто бы не догадался, пока он не превратился в такой ферментированный продукт, который помогает нам продлевать жизнь и оставаться бодрыми и здоровыми. Один шейр Original равноценен в эквивалентном соотношении 15 килограммам квашеной капусты. У Жванецкого есть гениальная фраза: «Вы пробовали выпить снотворное со слабительным одновременно?» Поэтому я очень часто советую тем, кто впервые соприкасается с этим продуктом, очень осторожно, правильно вычислить свой график жизни, работы и отделить сон от употребления этого продукта. Если надо вам в первый раз попробовать, это нужно сделать в дневное время суток, как это делаю я. Например, на меня это срабатывает ровно через 3 часа, на маму через 6, на мужа через 12. У каждого свой организм, и приспосабливаться под эти продукты нужно чисто индивидуально. Goldie Hawn ve Meryl Streep güzel bir rollarda oynayıblar. Смерть ей к лицу. Ölüm ona yaraşır. Güzel bir filmiydi, güzel bir komediya janrında çekilmiş bir filmiydi. Senaryo da çok güzel idi. Ortada da aralıqda bir dənə kişi var idi, Bruce Willis, o da mənim sevimli aktyorumdu. Senaryosu da belə bir süjetlə yazılmışdı ki, o qadınlar o cavanlıqlarını istəmirdilər, itirsinlər. Və sonra belə bir an gəlir, çatır ki, onları o Makropolis belə bir tərkibli belə maddə var idi, onu içirdilər, cavan qalırdılar. Amma sonra onların maddəsi qutardı, artıq onlar çürəməyə başladılar, yavaş-yavaş sınırdılar kukla kimi. Bir tərəfdən də təzə bir, yeni bir film baxmışdıq, Substansiya. Substansiya filmi, orada Demi Moore, 62 yaşındakı Demi Moore gözəl bir rol oynayıb. Sən baxmısan bu günə? Adı çox tanış gəldi, səhv edərəm. O çox maraqlı bir filmdir. O cavanlıqda aerobika müəllimi olub, televiziyada böyük bir şounun aparıcısı olub, qəşəng belə bir. Amma o vaxtlarında 60-cı illərin vaxtlarından gedir söhbət. O bizim trikolar, getralar geyinirdik. Mənim də cavanlığıma həmin o vaxtlar düşürdü ki, televiziyada Jane Fonda aparırdı. Jane Fonda'ya bənzər bir personaj burada yaranmışdı. Onu Demi Moore oynadı. O da qocalıqla mübarizə edirdi. Ona gizli bir konvert gəlir, telefon zəngi çalınır ki, siz cavanlığı istəyirsinizsə saxlamağa, qorumağa, siz gəlin belə bir ünvana, o gedir, orada gizli bir kutu var, onu açır, nömrəni yazır, kodlaşdırır.
alır Və bu onu. çox əslində bu ssenarilər təsadüfi olmur da hər halda. Yazır, eləyir, alışır. Sonra özü ilə mübarizədə də qalib çıxa bilmədi. Demək onda Nərmin xanım biz başa düşürük ki, əslində illərlə böyük ssenaristlər bunlar çox yaradıcı insanlar, təsadüf heç nə çəkmirlər də. Çox uzun illərdir longevity terapiya üçün çox axtarışlar var idi ki, kinoda bunu illüziyalarını reallaşdırmaq istəyirdilər. Amma bugünkü gün bu mövcuddur və hətta 60-cı illərdə Amerikada başlayıb bu cərəyan, bizə görün indi gəlib. Yəni mən 22-ci ildən praktikovat eləyirəm bu fəaliyyətimi. Hətta mənim İsveçrəyə gedib orada detoks, orayla əlaqəli detoks kamp yaratma zəruriyyətim də bununla əlaqəli idi. Yadımdadır, sən İsveçrədə yaşadın, elədin, yaşadım orada. Ümumiyyətlə mən arada gedirəm, fəaliyyətim Almaniya, İsveçrə, Çexiyada Karlovariya getdim, wellness mərkəzlərində işlədim. O bilirsiniz təcrübə görmək və daha çox müxtəlif irqlərlə, müxtəlif irqin insanlarla çalışanda onların genetik, etioloji xəstəliklərini görəndə daha təcrübəli olursan. Yəni çox araşdırmaçı həkiməm, bəlkə onunla əlaqəlidir. Və sözümün canı. Hələ 60-cı illərdən başlayan, məsələn, Professor Myers belə bir kokteyl yaradıb. Beauty kokteyl. Yəni tərkib bildiyiniz vitamin, mikroelement, antioksidan böyük dozada. Və biz bunları 2 il öncədən başlamışıq artıq praktikovat eləməyə. Yəni anti-age yaratmağa, bu cərəyanı doğru şəkildə aparmağa, yəni bu dediyim kimi də içdən başlayan gözəllikdir. Qaraciyərinizi, öd yollarınızı təmizləsin, sizin sağlam ginekoloji orqanlara, reproduktiv sistemə malik olmanıza səbəb olsun ki, hətta bununla əlaqəli over anti-age həyata keçirir. Bu nədir? Yumurtalıqların cavanlaşması. Bu gələcəkdə bizə nə verir? Artıq yaşı üstlərdə olan qadınların ana olmaq ehtimalını reallaşdırır. Əlbəttə ki, yəni artıq 40 yaşında bir qadın yumurtalıq rezervlərini cavan saxlaya bilər çox və o önəmli ana bir ola bilər. Nə qədər gözəl məsələdir. Çox. Və bütün bunlara yenə də gəlib çıxırıq ki, əslində bəlkə də indi biz sizlə oturub bunu danışırıq. Nə gözəl. Gələcəkdə bu podkastda video baxan insanlar bəlkə də nəvələrimiz, kimlərsə deyəcək ki, bu iki qadının nə gözəl arzusu olub uzun yaşamaq və artıq həmin illərdə biz sizlə mövcud olacaq. Mən bunu əminliklə deyə bilərəm. Doğrudan da o alimlərin axtarışı ki, insan övladı 150 il yaşayar, o nəsli görəcəyik. 100 üstəgəl yaşlı insanlar ola biləcək. Bunun üçün çünki araşdırmalar gedir. Bilirsiniz, gen terapiyası deyən məsələlər də var ki, bu sözümü gətirirəm, telomeri uzadırlar. Telomer nədir? Bizim xromosomlarımızın üzərində belə bənzətmədək. Kibrit çubuqlarını bilirik hamımız. Kibrit çubuqlarının başında belə papağı olur, kükürt hissəsi. Bəli. O bizim DNK-mızın başındakı telomerdir. Düşünün, hansı kibrit dənəsinin başında o kükürt azdırsa, elə bil ki telomeri azdır. O daha tez qocalacaq. Hansında o çoxdursa, o papaq telomeri çoxdursa, o gec qocalacaq. Və telomerasa fermentini aktivləşdirən bahalı dərmanlar çıxdı və adını çəkdiyimiz aktrisalar heç nə təsadüfi deyildi. Sadəcə biz burada çox canlı efir çəkirik. Bəli. Siz onu biz əvvəldən bunu planlamamışıq, heç bir sual da yazmamışıq. Bizim ruhumuz bunu hiss edir. Sizin o dediyiniz Demi Moore, bütün Hollywood aktrisaları longevity terapiyanın əsas bütün punktlarını edirlər. Jennifer Lopez-ə hər kəs misalı çəkir. Çünki o bir dənə Monica Bellucci qalıb belə. Bir dənə o təbii qocalır, o çox belə prosedurlara getmir. Amma ondan fəxr edir. Onlar IV terapiyalar, ciddi deyirəm, bunu hətta edirlər. Kişilər də ona baxanda çox zövq alırlar. Mel Gibson cavan qalıb, Keanu Reeves, yəni bütün bu aktyorlar niyə onların 60 yaşında bizim 40 yaşındakı bəylərin görünüşündədir. Niyə? Çünki yəni dediyim estetik, botulotoksin, botoks bu terapiyalar deyil. Bunlar içdən hüceyrəni cavan saxlayacaq terapiyalar edirlər ki, bunu da nə gözəl ki biz Azərbaycanda edirik. Prevensiya məsələlərinə sənin yanaşığın. Bəli, bu prevensiya, integrativ tip və funksional tip. Üçünün də anlamı, hətta bütüncül tip. Yəni insanlar eşidə bilər müxtəlif adlarda. Hamısı eyni məqsədə xidmət edir. Bu, dediyim kimi, xəstəliyi deyil, xəstəni müalicə etmək. Yəni, normalda, məsələn, mən illər öncə pasientlə müayinəm, adam olur ki, 1 saat apara bilər müayinə vaxtı. Adam olur 30 dəqiqə və s. Və hətta mən Almaniyada praktika pasientlərlə işləyəndə gördüm ki, onlar özləri deyir ki, bir Almaniya həkiminin özünün konkret vaxtı var. 8 dəqiqədən çox pasientə vaxt ayırmır. İndi onların sistem güclüdür, işləyir və s. Amma pasientlə işləmə mexanizmi biraz fərqlidir. Amma preventiv
tibb həkimlərimiz, biz funksional tibb və s. Belə işləmək məcburiyyətindəyik. Pasiyentin daha doğru tanımaq fiziologiyasını, altda yatan səbəbləri tapıb, kök səbəbi tapıb, onu müalicə edib və çox gözəl arıqlama qoymaq ortalığa ki, bu bildiniz səhv arıqlama nəticələri var. Üz gedib, məsələn, müəyyən arıqlama iynələri, peptidlə çalışanlar bunu görürlər. Az öncə biz bir yerdə idi, bizim dostumuz, bəlkə də adını çəkək, stilist Natik. Bəli, Bizim bəli. saçımızı düzəltdi, buna təşəkkür edirəm. Dedi ki, mən gördüm Natik, sən niyə beləsən? Qarın şişman qalıb, üzü gedib, platizma əzələsi yox, üz çöküb, bütün fibroblastda kollagen gedib. Adını çəkmirəm, trizopatid qrupuna məxsus olan çox bahalı, indi bu saat trenddədir. Arıqlama iynəsi deyilən peptidləri, GLP-1 agonistlərini vurub, deyir mən 2 dəfə vurdum. Dedim mən bilirdim belə olacaq. Onun autoimmün xəstəliyi var və s. Altda yatan səbəbləri bilmədən vurulub, bütün əzələ gedib, yağ yenə yerində qalıb. Dedi necə gözəldiniz doktor. O elə bil ki ətimi tökdü deyir. Nə, Ət belə də tökdü. ətim töküldü. Yağ getmədi, əti töküldü. Məncə bu trendlər Bakı küləyi kimi Bir gün bitəcək. bir gün bitəcək və biz bəlkə də dünyada bir hörmət qazanan mövzuya gəlib çatacağıq. Gerontologiya. Ayda, nə gözəl. Bəli, bəli ki, anti-age, longevity və axırı gerontologiya. Gerontologiya. Yaşlı insanlarımızı cavan Sən saxlayaq. çox məndən bəlkə də tez Şveytsariyada olursan, sən bəlkə də fikir vermisən ki, orada qocaman insanlar, yaşlı insanlar çox belə bir zəngin, Mənəviyyat. asta həyat tərzi sürürlər. Bəli, bəli. Və çox sevirəm bunu. Yaşlı insanlar daxili zənginlikləri o qədər yüksəkdədir ki, mən orada klinikalarda, xəstəxanalarda o xanımları resepsiyonda oturan görürəm, necə sadə, az makiyajla, ona görə də az xəstədirlər pis çıxmasında, yəni və yəni pulun torpağın altında olduğu bir ölkədir. Bütün bankların məskəni oradır. Amma onunla belə necə pozitivdirlər, necə çünki artıq daxili zənginliklərə o nirvanaya çatıblar bəlkə də belə deyək də. Qocalar orada tam başqa mühitdə Başqa yaşayırlar. və mən bunu arzulayıram. Necə deyirlər, kişi nə qədər pullu olsa, o seçir hər zaman cavan qadınları. Bakıda, Azərbaycanda, Rusiyada belə bir trendlər çox indi dəbdədirlər. Amma mən çox arzulayardım ki, biz Azərbaycanda da ancaq ucar kəndlərdə yox, amma Bakı küçələrində, restoranlarında, başqa bir ictimai yerlərdə biz görək ki, qoca kişinin yanında həmən ona yaşlı qadın Bəli. olsun. Əlləşə yapışıblar. Necə gözəl harmonik, münasibətlər Amma var. bir tərəfdən də o ailə də olmamalıdır. Bir tərəfdən də mütləq ailədir, qocalıblar biz bir bunu yerdə. Yox, biz səndən öncə tərəf biz müqavili, birlikdəlik. Nigah agentliyinin rəhbəri ilə danışmışam Leyla xanım. O da Leyla xanım. Bu Leylalar mənə hücum edirlər. Leyla xanım Nigah agentliyinin müdürü söyləyirdi ki, o da Kannada, Kodazurda gəzərkən belə bir Mənzərəni görür. mənzərənin xoş bəli, olur. şahidi olub. Deyirdi ki, mən zövq alırdım ki, görürdüm insan əl-ələ tutub gedirdi. Çox. O da təklif eləyir ki, insan dul qalmasın. Deyirlər ki, təklik, sultanlıq bir tərəfdən. Amma necə gözəl dediniz. bəli, o mövzuya toxunduq ki, insanlar yaşlaşdıqca onlar öz cütlüyünü tapa bilər. Amma cavan yox, mən sənə pul verim, Viagra içim filan. Bu məsələlər yox. O Bir qədər yerdə. həssas məsələ. Əslində bu bir başqa mövzudur. Danışsam çox məsələ xırda deyim. Mən əslində bəlkə belə feminist kimi ola bilər görsənirəm falan, amma o qədər mən hər fərdin yanında əks cinsi nümayəndəsinin olmağının tərəfdarı olan insanam. Əlbəttə ki. Bir xanıma XX xromonu, XY xromonu kişilər. Yəni bunlar cütləşməsi mütləqdir. Amma o qədər bir-birini tamamlayan, ruhsal anlamda xoşbəxt olan ki, biz bunu Avropaya gedəndə o mənzərəni görürük. Parklarda necə oturublar, söhbət edirlər, doğrudan tərəf müqavilidirlər. Amma bizdə təəssüf ki, biz az kişi ilə dostluğunda, restoranda, istirahətində qadın-qadınla. Razısınız da mən çox qadınlarla Bəli, işləyirəm. qadınlar hamı yığışırlar, çaxır içirlər, səhər qəfaltısı, все əyləncəsi. mujiki svoliçi.
Amma bunun qarşısını və boşanmalar çoxalır. Bu arada çox verilişlərə artıq belə spiker kimi çağırılıram ki, sosial mövzularda orada bir mütəxəssis vardı, dedi ki, statistik hesablamalar Azərbaycanda boşanmalar dəhşət çox faizdədir Bəli, və orada dedi bəli, ki, bunun bəli. səbəbi xanımlardır. Mən dedim, gəlin açıqlayaq niyə görə xanımlar ola bilir. Çünki indiki gün xanımlarımız artıq çağdaş Azərbaycanlı xanımı artıq daha cəsurdur və daha riyakar deyil, mən düşünürəm. Amma digər bizim əks cins nümayəndələr, kişilərimiz bəlkə riyakar mövqeyində ola bilər, seçilirlər nə barədə. Yəni xoşbəxt deyiləm, sevgi bitib, sevmirəm. Digər yerdə sevdiyim olsa ola bilər də, bəsimdir. Bu yalan ailə modelini davam etdirim. Biz bunların əslində səndən əksimizdə tərəfindəyik ki, Mövzular hələ ki çoxdur. Səndən xoşbəxt silsilə çəkməyə olsunlar, lazımdır. silsilə. Əsas harmoniya Və- nə ilə bitirək biz? Biz belə bitiririk ki, o zaman bu ailədə cütlüklərin də xoşbəxt olması üçün hormonlar yerində olmalıdır. Hormonlar da sevgi hormonları aktiv olmalıdır. Bu dopamin, serotonin, vazopresin, oksitosin və feniletilamin. Baxın, 5 əsas hormon. Bunlar əskikdir, o yüzdən sevgi bitir. Yəni hər bir məsələnin psixoloji tərəfi olduğu qədər Əlbəttə də ki. fizioloji tərəfi var. Gəlin fiziologiyamıza sahib çıxaq, vaxtında analizlərimizi bilək və düzgün mütəxəssislə bunu müalicə edək, təmin edək və xoşbəxt olaq. Və Sadəcə bu. qadınlar arıqlamağa başlayanda, özlərinə baxmağa, qulluq eləyəndə filan, ancaq deyəsən bir məqsədə qulluq edirlər ki, bir-birinə rəqabətə çıxsınlar. O yox. Bu təbiətə doğru gəlmir. Biz öz bədənimizi, öz ruhumuzu kişilərə yönəlməliyik. Çünki Necə düzdünüz? bəli, Ay, tanrı bizi belə yaradır. Kişilər qadın. uzun dırnağa əhəmiyyət verməyəcək. Əlbəttə. Qaynaqlı dırnaqlar, mən çağırış edirəm. Stop deməlisiniz. Qaynaqlı dırnaqlar, qaynaq kipriklər, qaynaq saçlar. Bu sizin xanımların bir-birinə bəhsidir, bir-birinə bəyəndirmək istəyidir. Ən ağıllı kişilərlə müsahibə edin. Hamısı etiraf edəcək ki, biz sizin zahiri feminin görünüşünüzü istəyirik, dişil enerjinizi istəyirik və daxili zəngin mənəviyyatınızı istəyirik. Məncə bəlkə elə burada yekunlaşar. İndi belə bir məsələ var. Nəbilə xanım, kimlə ki dost olursan, o insandan baba işlər, Bilirəm, hər bütün zaman məsələlər belədir, yaranır. hər zaman belədir. Amma Amma bu dəfə məni görəcəksən. İkinci verilişdə eləmək ki, mən çıxıb danışım ki, Nəbilə xanım dietanı qoyub kənara və hamı edir ki, mən ağlamıram. Şurada. Bunu edəndə ağlayacaqsın. çəkirəm ha. 100%.